bir çoxlarımız Norveçi bir şimal ölkəsi, soyuq ölkə, heç nə bitməyən, heç nə yetişməyən bir ölkə kimi tanıyırıq. Amma baxın, Norveç az ya çox kənd təsərrüfatçısı, öz kənd təsərrüfatçısı olan bir ölkədir. Yəni təsəvvür elə ki, bu ölkədə taxılçılıq, kartoşka yetişdirilir, arıçılıq var burada. Düzdür Ramazan bəy? Bəli, arıçılıq da var. Buranın neçə dənə əsli məhsulatı ki var. Hə. Biri həman hala taxıl ki, neçə cürədir? Arpa, buğda, bir də biz vələmir deyərik. Vələmir. Bunlar çoxdur. Bir də neçə cürə, hala siz kartoşka deyirsiniz, biz yer alması deyirik. Sarı yer alma, qırmızı yer alma, neçə cürədir? Məsələn, tez yetişən, çox qalan, o cür, neçə cürədir. Bir də ki, buranın o əsli meyvələrindən də biri, biz tut fərəngi deyirik, o tut çiyələk deyirik. Çiyələk. Norvejin məxsusdur, çox dadlı və vaqəən ətrili, iyili, qoxlu qəşəng çiyələyi olur. Bir də arı saxlayırlar. Məhsullardan Ramazan bəy, burada gilas da görmüşəm. Gilas, almalı gilanar, bunları görmüşəm. Var. Alma, armud o heç daha, o təbii ki, var. Gilas varsa alma, armud da var. Sonra, yəni elə də geri deyil, zəif deyil kənd təsərrüfatında. Düzdür, indi soyuq ölkədir. Amma şimal hissəsində yoxdur da, şimal hissəsində yoxdur. Bu ortalarda və biraz cənubda var. Amma şimal hissəsində belə yoxdur. Bir də ki, bura Allah veribdir. Burada heç məsələn bu məhsulların çoxunu suvarmırlar. Elə yağış göyün müftə yağışı Allah veribdir. Yağış gəlir, elə vaxtına suvarır. Heç bunlara zəhməti yoxdur. Bəzi o məhsullar ki, suva çox ehtiyacı var. Birdən arada bir yağış bir vaxt gələndə onda özlərinin uzatları var. Süni suvarma sistemi var, ondan suvarırlar. O hansı ki, bu illəri ondan çox istifadə elədilər. Nəyə görə? Bu illəri istilər çox oldu. 30-30-dan biraz yuxarı istilər oldu. Bu Norveç üçün qeyri-adi istilərdir. Norveçlər 25-dən artıq o tərəfə istilər keçdi. Artıq dözə bilmirlər. Bunlar üçün çətindir istidə yaşamaq. Amma kənd təsərrüfatı düzdür, özünü təmin edəcək səviyyədə deyil, qədər deyil. Amma onu da deyim ki, Ramazan bəy, burada sizdə bilməm, onun sözü nə deyirlər, dotasiya. Hökumət kənd təsərrüfatını şey eləyir, dəstəkləyir. Çox. Yəni yetişmədisə, ya nəsə, fermerlərə böyük dəstək var. Və bir də dəstək oradan gəlir ki, digər dəstəklə ki, başqa xarici ölkədən gəlinən mallara biraz vergini çox qoyur ki, hansı ki, bu malın istehsalı, kənd təsərrüfatçısı bizdə varsa, bu o zaman dövlət xaricdən gələn mala vergi qoyur ki, nədir, yerli mal üstünlüyü təşkil eləsin bazarda. Belə şeylər var. Amma buranın vergiləri də ki, gəl görəsən də, Ramazan bəy? Bəli, hardasa bir adamın maaşından 30%-ə yaxın və burada da gəlirlər artdıqca vergilər çoxalır, o sistem var. Mən sənə onu da deyim ki, kimin gəlirin nə qədər çox oldusa, o qədər vergi faizin artır. Onun müsbət və mənfi tərəfləri var. Təbii ki, dövlət üçün, ölkə üçün müsbətdir. Belə. Bu siz yer alması deyirsiniz də, yer almasının sahəsidir. Kartoşka, potatoes. Ramazan bəy, burada maşın sürəndə hiss edirsən, bilməm, sizdə necədir? Mən hiss eləmişəm ki, çoxdan hiss eləmişəm, elə gələn vaxtlarından görmüşəm ki, burada yollar dardır. Belə yollar deyəndə şəhərin içində yox, belə şeydə, avtobanlar deyək də, trasyo magistral. Nisbətən dardır bizim yola, bilməm, sizdə də o cür. Biraz darlıq var. Hardasa mən elə gəlir ki, bir təxmini deyirəm, yarım metrə yaxın mən elə gəlir bir darlıq var, hiss olunacaq dərəcədədir. Elə o cürdür. Əlan elə bunun bir tərəfinə bir maşınlıqdır daim. Məsələn, biri durub deyə, burada bir dənə yük maşını keçər, yük maşını gəlir, hələ bu yolu tutur. Yolu tutur, tam-tamına yolu tutur. Böyük yük maşını gələndə daha çox tutur. Burada Glommadır da ki. Burada Glommadır, həmin çaydır. Norveçin ən uzun çayıdır. 605 kilometr uzunluğundadır uzunluğu.
və ondan da başqa Norveçin hər yerində göllərlə zəngindir. 400 mindən artıq gölü var bu ölkənin. 5 milyon 500 əhalisi və 400 mindən artıq gölü var. Hər 11-12 nəfərə bir göl düşür də təxminən. Bax görüm.